Sonra bundan sonra yəni körpüdən keçəndən sonra başqa bir dayanacaqda duracaqlar. O da qantara deyilir. Necə ki, Əbu Səid Xudrinin hədisində Peyğəmbər sallallahu əleyhi və səlləmdən sabit olub və İmam Buxari rivayet eləyib ki, insanlar yəni körpüdən keçdikdən sonra, qurtulduqdan sonra cənnətlə cəhənnəmin arasında olan qantarada dayanacaqlar. Yəni körpü nəyin üzərində idi? Cəhənnəmin üzərində idi. Yəni cəhənnəmin üzərindən körpüdən keçir, cənnətə doğru gedirsən, o körpüdən cəhənnəmin üzərindən keçəndən sonra cənnətlə cəhənnəmin arasında bir qantara deyilən yer var. Daha bir körpü var. İnsanlar burada dayanacaqlar. Artıq burada da insanlar bir-birindən nə edəcəklər? Bir-birindən qisas alacaqlar. Yəni dünyada etdiyi zülmlərə görə. Yəni bu qisas alma birinci qisas almaqdan fərqlənir. Bu qisas alma birinci qisasdan daha xüsusidir. Hansı ki hesab vaxtı zikr olundu ki, insanlar bir-birindən nə edəcəklər? Qisas alacaqlar. Bu qisas ayrı cürədir. Allah daha yaxşı bilir. O şəxslər ki, bir-birinə zülmü var, bir-birinə zülm eləyiblər, aralarında nəsə problemlər olub, hətta necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, onlar təmizlənmədikcə cənnətə girməyə izin verməyəcək. Elə bilin ki, bu halda bu qisas almaqdan məqsəd qəlblərin təmizlənməsidir. Bir-birinə qarşı qəlblərin təmizlənməsi və kökslərin islah olmasıdır ki, hətta cənnətə girdikləri zaman bir-birinə qarşı heç birində nə kin, küdurət, nə də bir nifrət olsun. Yəni, birinci qisas almaqda, mühakimədə bir-birinin arasında, orada ola bilsin ki, insanın qəlbində nə qalır? Qardaşına qarşı, hətta zülm etdiyinə qarşı ola bilsin ki, onun kin-küdurətinə qalsın və yaxud zalimin məzluma qarşı olan kin-küdurəti qalsın, məzlumun zalimə qarşı olan kin-küdurəti qəlbində qalsın. Artıq burada isə həmin o kin-küdurət çıxarılmalıdır. Qəlblər təmizlənməlidir, tərtəmiz olmalıdır ki, cənnətə təmiz qəlblə girilsin. Necə ki, Allah Teala buyurur ki, وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ Biz onların kökslərində olan o kin-küdurəti çıxaracaq. Ərəf surəsinin 43-cü ayəsi, yəni artıq cənnətdə heç kəsin qəlbində qardaşına qarşı nə kin, nə küdurət, nə nifrət qalmayacaq. Bundan sonra